Qızılın bahalaşması təbiidir. Ən azından gözlənilən idi. Çünki dünyada belə iqtisadi, siyasi, geosiyasi təlatümlər olanda qızıl həmişə güvənli liman rolunda oynayır. Və son zamanlar dünyada səhm bazarında da təlatümlər yaşandı. Səhmlərin qiyməti düşdü və investorların bir çoxu səhmdən çıxaraq qızıla yatırım etməyə başladılar. Hətta 3000 dolları gördü satış böyle sesiyası zamanı, amma yenidən 2950-yə qədər endi. Yəni 3000 dolları çox güman ki keçəcək və yaxud 3000 dollarda ən azı bir müddət sabitləşəcək qızılın qiyməti. Bu da dünyadakı dediyim kimi təlatümlü vəziyyətlə əlaqəlidir. Azərbaycan iqtisadiyyatına birbaşa bunun təsiri yoxdur açığı. Amma dolayı təsirləri var. O mənada ki, Azərbaycanda qızılın qiyməti dünya birjalarındakı qiymətlə müəyyənləşir. Dünyada qiymət artdıqca Azərbaycan daxilində də qiymətlər yüksələcək. İndi son zamanlarda qızıl məhsullarının qiymətində artım müşahidə olunur. Amma pozitiv tərəfi də var. Azərbaycan Neft Fondu son zamanlar qızıl ehtiyatlarını xeyli artırıb. Qızılın qiyməti artdıqca Neft Fondunun ehtiyatlarının dəyəri də yüksəlir.